Axşamınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hər birinizi xoş gördük. Yenə də cümə günüdür. Axşam saat 11-də qarşınızdayıq. Biz hazırda dərin bir tıxac görürük. Bilmirəm, yəni bunun fərqinə vara bilirsinizmi, yoxsa yox. Amma bu mənzərəni izləyərək bir maraqlı söhbətimiz baş tutacaq. Çox dəyərli bir insanla. İlk dəfə də həm söhbət olacaq, amma o qədər mehriban, o qədər üzü nurlu bir insandır ki, çünki o akademikdir dostlar. Studiyamızın qonağı akademik Arif Həşimovdur. Xoş gəldiniz, axşamınız xeyir olsun. Çox sağ olun, xoşunuza gəlim. Əlbəttə ki, birinci dəfədir sizin televiziya mərkəzinə gəlirəm. Çox nurlu simanız var, bunu söyleyeyim sizə. Yox, onu hələ deməyin, gəlin söhbətlərimizi tutaraq. Şirin söhbətlərimiz alandan sonra alınmamız. Amma ilkin təəssüratı söyləyirəm də sizə. Əlbəttə ki, çox sağ olun, təşəkkür edirəm. Sizin televiziyada ilk dəfə ki gəlirəm, çox sağ olun və siz mənə qonaq dediniz. Ancaq mən sizin dəvətinizlə gəlmişəm. Siz çox sağ olun ki, mənə dəvət elədiniz bu vaxtı. Özdə bizim akademiyanın, akademiya üzvlərinin həyatı üçün çox bir əlamətlər günlərdir. Artıq bilirsiniz ki, biz öz akademiyamızın 80 illik yubileyini qeyd etməyə hazırlaşırıq. Bəli. Və bu ərəfədə belə bir söhbətlərin aparılması bizim üçün çox bir əlamətlərdir və xoşdur. Bəli, çox sağ olun ki, dəvət etmişsiniz. Nə gözəl, təbrik edirəm. Çox sağ olun. Deməli, martın 27-si akademiyanın yaranmasından düz 80 il ötür. Neçə ilini orada fəaliyyət göstərirsiniz? O 80 ilin neçə ilində payınız var? Demək olar ki, 1971-ci ildən mən akademiyada fəaliyyət göstərirəm. 75-ci ildə akademiyanın 30 illiyi olubdur. Ondan sonra 80-dən 50 çıxanda 30 olur. 30 il bir yerdə çalışmaq. 30-dan da biraz aşağı olsun, mən akademiyada çalışıram. Mən ümumiyyətlə demək istəyirəm ki, mənim bütün həyatım akademiya ilə bağlı olubdur. Mən deməli, hətta deməli, ali məktəbdə oxuyanda, ali məktəbin son kursunda olanda mənim sonradan müəllimim olmuş, Azərbaycanın görkəmli alimlərindən olan akademik Zuvarlı məni institutda tələbə ikən tanış olmuşduq. Nəsə fikirləşmişdi, nə olmuşsa bilə bilmərəm, ancaq məni institut qutaranda, məni institutdan o vaxt göndəriş vərəqə ilə müxtəlif yerlərə institut qutaranda göndərirlər işləməyə və məni də başqa bir təşkilata göndərmişdilər. Ancaq akademik Zuvarlı xəbər tutanda məni yanına çağırdı və dedi ki, mütləq gəlməlisən fizika institutunda işləməyə. Və Zuvarlının da fizika institutunda artıq laboratoriya rəhbəri idi, özü böyük laboratoriya yaratmışdı və sonra da mən bilirdim ki, onun eyni zamanda orada böyük məktəbi vardı. O məktəb keçmiş SSR-də ən tanınmış məktəblərdən biri idi və eyni zamanda SSR-də tanınmağınla bərabər dünyada da sahib seçilən məktəblər sırasına daxil idi. Əvvəlcə düzdür, müəyyən qədər tərəddüdlər etdim ki, getmək olar. Çünki eyni zamanda da qorxurdum ki, o mənə göstərdiyi etimadı doğrultmaya bilərəm. Nəhayət işləməyə başladım orada fizika institutunda, laboratoriyada. O vaxt laboratoriyanın adı elektrofizika laboratoriyası gedirdi. Ancaq indi müəyyən qədər adını dəyişdirmiş laboratoriyanın. Və deməli, bütün həyatım o laboratoriya ilə bağlı oldu. Elə oldu ki, Zuvarlı, Allah Zuvarlıya rəhmət eləsin. Deməli, oldu ki, məni hazırladı və sonradan öz laboratoriyasında, eyni zamanda öz sağlığında məni laboratoriya rəhbəri etdi və nəhayət onun Fizika institutunun direktoru oldunuz. Nəhayət eyni zamanda Fizika institutunun direktoru və sonra artıq Milli Elmlər Akademiyası idi. 2007-ci ildə akademik seçildim və ondan sonra akademiyanın birinci vitse-prezidenti seçildim. Və beləliklə mənim əvvəlki akademiya həyatımın demək olar ki, yeni bir mərhələsi, artıq akademik adı ilə yeni bir mərhələsi başladı. İndi isə, üzr istəyirəm sizdən, deməli, indi isə akademiyamızın 80 illik yubileyin qeyd edilməsində biz
birinci dəfə sərəncamı artıq görən kimi ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ki, akademiyanın 80 illik yubileyi qeyd edilsin, bizim üçün çox əlamətlər oldu və həmin sərəncam alınan günü akademiyamızın prezidenti, akademik İsa Həbib rəisət heyətinin iclasını çağırdı və bu sərəncamı müzakirə etdi və qarşıda duran vəzifələr, eyni zamanda akademiyamızın yubileyini hansı şəkildə qeyd etmək üçün müəyyən qədər tədbirlər planı hazırlandı və cənab prezidentə akademiyamızın rəisət heyəti adından, akademiyanın üzvləri adından və eyni zamanda elmi ictimaiyyət adından təşəkkürümüzü bildirdi. Bilirsiniz ki, akademiyanın yubileyinin qeyd edilməsi təkcə akademiya, Milli Elmlər Akademiyasının yox, eyni zamanda bütün Azərbaycan elmi cəmiyyətinin bir bayramıdır və 80 illik fəaliyyətinə eyni zamanda qiymət verməkdir. Eyni zamanda gələcək işlərinə yeni baxışları ortaya qoymaqdır. Və bütün bunların hamısını kompleks şəkildə götürəndə, deməli, bu bizim üçün bir tərəfdən əlamətlər, bir tərəfdən də yeni bir məsuliyyətli dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Eyni zamanda 27 Mart Akademiyanın təsis olunması günü ilə əlaqədar olaraq Birləşmiş Cənab Prezidentin müvafiq deməli fərmanı ilə eyni zamanda 27 Mart Azərbaycanda elm günü kimi qeyd olunur. Aydın. İndi nə zamana planlaşdırırsınız? Nə zaman tədbir keçiriləcək? Nə kimi yeniliklər olacaq? Bir anonsunu vermək istərsinizmi? Deməli, belədir vəziyyət. Deməli, həmən gün hansı ki, qeyd etdiyim gün biz sərəncamdan sonra akademiyanın 80 illik yubileyinə hazırlaşmaq üçün start verilmişdi. Həmən gün akademiyamızın prezidenti İsa Bəli qeyd etdi ki, bugünkü tarixdən akademiyanın deməli, hazırlıq mərhələsinə başlanmalıdır. Düzdür, akademiyanın sərəncamdan əvvəl də biz 80 illiyi haqqında fikirləşir, müəyyən tədbirlər hazırlayırdıq. Eyni zamanda və bu həmin müddət ərzində nə işlər görüləcək, hansı məqalələr, əsərlər yazılacaq, hansı işlər görüləcək, bunlar haqqında müzakirələr getdi və demək olar ki, artıq bu işlə start verilibdir. Və ilk məqalədə, bayaq qeyd etdiyim kimi, deməli, akademik İsa Həbib Bəylinin akademiyanın yaranması, təsisləri və s. tarixi haqqında bir sıra məqalələrin Elm qəzetində və digər qəzetlərdə, Respublikanın mərkəzi qəzetlərində çapdan çıxdı və digər üzvləri də artıq öz məqalələrini, öz baxışlarını ortaya qoymağa başlayıblar. Hazırda akademiyanın fəaliyyəti nədən ibarətdir, nə kimi yeniliklər var? Bəlkə bir son 5 ilə nəzər salsaq? Milli Elmlər Akademiyası 80 il fəaliyyət göstərir. Bu akademiyanın bilirsiniz ki, son illəri deməli SSR dağıldıqdan sonra akademiyanın da vəziyyəti başqa sahələrdə olduğu kimi o keçid dövrü vaxtında çox çətin vəziyyətə düşmüşdü. Nəinki akademiyanın öz deməli ab-havasında gedən müəyyən dağıntılıq hadisələr və s. eyni zamanda çox güclü kadr potensiallarının axını olmuşdu. Yəni xarici ölkələrə beyin axınları başlamışdı. Eyni zamanda deməli bilirsiniz ki, akademiya büdcə təşkilatıdır, dövlət büdcəsinin həmişə maliyyələşən təşkil olubdur və dövlətin də o vaxt akademiyanı tam şəkildə saxlamaq üçün imkanları çox məhduddur. Və bütün bunları nəzərə alaraq aydın ki, akademiyada da böyük tənəzzül başlamışdı. Və akademiyanın yenidən yaşaması eyni zamanda bəzi orqanlar tərəfindən o vaxt keçid dövrünün bəzi rəhbərləri də tərəfindən hətta akademiyaya bir mənalı yanaşma yox idi. Hətta akademiyanın deməli gəlib bağlanmasına kimi bir məsələlər ortaya qoyulurdu. Çox şükür ki, Allaha Ulu Öndər Heydər Əliyevin, liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması və ilk günlərdən də hakimiyyətə gələndə əvvəlki illərdə necə ki, birinci hakimiyyəti dövründə akademiyanın həmişə nəzər diqqətində saxlanmışdı və akademiyaya çox böyük qayğı göstərmişdi. İkinci dəfə akademiyanın yaşaması Heydər Əliyevin qayıtması ilə bağlı olmuşdu. Ondan sonra akademiya yenidən dirçəlməyə başladı. Akademiyaya yeni seçkiler keçirildi, yeni üzvlər gəldi və s.
Ancaq bütün bunların hamısı akademiyanın yeni formalaşmasının başqa mərhələsində də gəlib çıxmalıdır. Çünki akademiya artıq Vaxt Heydər Əliyev özü akademiyanın ikinci dəfə bunu deyərdim ki, yaradılmasından sonra akademiyanın qarşısında yeni vəzifələr də qoymuşdu. Artıq akademiya müstəqil bir dövlətimizin akademiyası idi. İstər-istəməz akademiya elə öz fəaliyyətini elə qurmalıdır ki, müstəqil dövlətimizin tələblərinə uyğun. Onun ən öndəm iqtisadiyyatının, siyasətinin və s. deməli ödənilməsi istiqamətində tədqiqatlarını aparmalı idi. Və bütün bu formalaşma dövrü başladı, ancaq akademiyanın bu formalaşma dövrü müəyyən qədər də uzun çəkdi. Ancaq sonradan deməli Respublikamızın prezidenti İlham Əliyev, Heydər Əliyevin həmin ideyalarını davam etdirərək akademiyaya yeni bir həyat verdi. Məsələn, ilk dəfə 2011-ci ildə akademiyanın ümumi yığıncağında İlham Əliyev şəxsən iştirak etdi və orada böyük məzmunlu nitq söylədi. İkinci dəfə Respublikamızın prezidenti İlham Əliyev 2015-ci ildə deməli akademiyanın 70 illik yubileyini qeyd edəndə iştirak etdi və orada da yenə akademiyanın fəaliyyətinə çox müsbət qiymət verməklə, eyni zamanda akademiya üzvlərinin fəaliyyətinə yüksək qiymət verməklə, ancaq yeni vəzifələri yenə ortaya qoydu. Və bütün bunların hamısını akademiyada öz fəaliyyətində müəyyən qədər, hər dövrdə müəyyən qədər yeniliklər etməli idi. Yəni, müasir çağırışlara özünü hazırlanmalı idi. Düzdür, bu çox da bir asan məsələ deyil ki, tez bir müddətdə bu adaptasiya prosesi geçsin və s. proseslər geçsin, ancaq akademiya çevik hərəkət eləməlidir. Və nəhayət, deməli, bu son illər akademiyada gedən dəyişikliklər nəticəsində artıq akademiya yeni mərhələsinə və yenidən qurma, yeni islahatlar mərhələsinə qədəm qoymuşdur. Son 2 ildə akademiyada çox sürətli, deməli, mən deyərdim ki, yenilikçi akademiya kimi artıq özünü tanıtmağa, formalaşmağa başlamışdı. Artıq akademiyada bəzi o durğunluqdan əmələ gələn çağırışlar da getmişdi, yoxdur. İndi akademiyada demək olan ki, hər gün, hər saat keçirilən tədbirlərdə, hər gün qarşıya qoyulan məsələlərdə istər-istəməz Respublikamızın bu günü ilə bağlı olan məsələlər ortaya qoyulur. Və indi akademiyada həm akademiya üzvləri, həm onun bölmələri, həm deməli akademiyanın artıq öz əlaqələrini Elm və Təhsil Nazirliyi ilə birlikdə bir çox elmi tədqiqat institutları artıq hüquqi cəhətdən Elm və Təhsil Nazirliyinin sərəncamında nəzərlərdə. Ancaq onunla bağlı iki qurum arasında elə bir deməli elmi təhsil inteqrasiyası yaranmışdı ki, neçə illər bu haqda söhbətlər yesə də indiki qədər yaxınlıq, indiki qədər bir-birinə bağlılıq mən deyərdim ki, olmamışdı. Çünki bunlar artıq bir-birini tamamlayırlar. Biri var bağlı olasan, biri var bağlı olub bir-birini tamamlayası. Və bu ikisi də elmin və təhsilin inkişafına mən əminəm ki, gələcəkdə daha da yüksək nəticələr almağa imkan yaradacaqdır. İndi akademiyada və bu Cənab Prezidentin bu son sərəncamı 80 illik yubileyin qeyd edilməsi, bayaq qeyd etdiyim kimi, yeni bir dövrün başlanğıcı kimi deməkdir ki, gələcəkdə də akademiya yaşayacaq və akademiya öz deməli ortaya qoyduğu elmi nəticələrlə, ortaya qoyduğu yeni çağırışlarla Respublikamızı, müstəqil dövlətimizə, bilirik ki, artıq biz suveren bir dövlətik, suverenliyimiz artıq tam bərpa olunmuşdur və o dövlətin bütün çağırışlarına adekvat cavab verməyə özünü tam hazırlaya biləcək. Arif müəllim, ümumiyyətlə gənclər vardı sizin akademiyada. Çox qəribədir ki, əvvəl adama elə gəlirdi ki, mütləq alim olmaq üçün yaşlanmaq lazımdır. Nəsə elə adam yaraşdırırdı, amma indi baxırsan ki, gənc adamların da arasında alimlər vardı. Necə adaptasiya olurlar? Məsələn, gənclərə necə adaptasiya olurlar orada çalışanlar? Bilirəm ki, sizdə fəaliyyət göstərən insanlar var ki, yaşının yəni çox olmağına baxmayaraq təqaüdə göndərilmirdi. Onların işləmə hüququ var, düzdürmü? Yəni məndə olan məlumata görə, yəni onlar yəni yaşları neçə olursa olsun, yəni çalışırlar, fəaliyyətlərini davam etdirirlər.
Hətta bəzən yəni bir çox hallarda o qədər uzun ömürlü olurlar ki, maşallah olsun. Bəzən görürsən ki, bir məlumat çıxdı, hansısa bir alim 92 yaşında. Yəni 90-dan yuxarı olan daha çox yaşlı olan insanlar dünyadan köçür. Yəni ondan aşağı yox. Bu hətta məndə də belə qəribə bir hisslər oyadıb ki, maraqlıdır. Necə burada daha çox yaşayırlar? Bilirsiniz, sizin bu sualın cavabı mən belə izah edərdim. Çox qəribə sual olmasa da çox aktual sualdır. Eləmi? Bilirsiniz, niyə aktualdır? Dedim, məni qınayacaqsınız indi. Yox, niyə? Siz faktlar əsasında deyirsiniz, o da bir tərəfdən də mən hesab edirəm ki, yaşlanmağın özü də xoşbəxtliyi bir növüdür. Deməli, Allah tərəfindən, təbiət tərəfindən insana həmişə ömür verilsin ki, o yaşlansın. Gənclik öz yerində, yaşlanmış öz yerində. Məsələn, 90 yaşına çatmağın özü böyük xoşbəxtlikdir. Mən hesab edirəm. Doğru, valla. Ancaq iş oradadır ki, çox ölkələr var ki, Azərbaycana qibtə eləyirlər. O qibtələrdən biri odur ki, Azərbaycan deməli Heydər Əliyevin qoyduğu yolla gedərək indi də ölkəmizin başçısı və elmlə məşğul olanlar üçün istəyir gənc yaşında, istəyir orta yaşlarında, ahıl yaşlarında da elmlə məşğul olmaq üçün böyük şərait yaratıbdır. Və o şəraitin nəticəsidir ki, bizləri deməli elmdə əgər işləyə bilirlərsə və hətta onlar müəyyən qədər fiziki cəhətdən sağlamlıqları imkan verməyəndə də onlar üçün elmlə məşğul olmağa böyük şərait yaradılıbdır. Buna görə dövlət başçımız ölkəmizin rəhbərliyinə həmişə biz təşəkkür etməliyik. Çünki elmi işçi istər-istəməz onun məhsulu zehninin, beyninin məhsuludur. Əgər onun beyni yaxşı işləyirsə, onun zehni yaxşı işləyirsə, o deməli mütləq fəaliyyət göstərməlidir. Və uzun ömürlüyün də indi belə səsləndirirlər. Yəqin ki, o sahələr düzgün deyirlər. Yəqin ki, ən əsas uzun ömürlüyün səbəbi zehnin işinə məşğul olmaqda daha çox olur. Çünki zehni iş ömrü uzatmaq olur. Çünki hər şey beyinlə bağlı olduğuna görə onu onunla əlaqələndirirlər. O sahədə danışmaq istəmirəm. Yəqin ki, bu statistik məlumatlar da bunu göstərir. Düzdür, dünyada indi orta ömürlü yaşı artıbdır. Ancaq ona baxmayaraq, hər yerdə zehni işlə məşğul olanların baxanda yaş sədlərinə digərlərindən də yuxarıdır. O ki, qaldı gənclərə, deməli, həmişə gənclər bütün dövrlərdə əgər hər hansı bir alim, hər hansı bir elmi işçi və yaxud da hər hansı bir yaradıcılıqla məşğul olan insan, istəyir elmi işçi olsun, konstruktor olsun və başqa olsun, mütləq öz məktəbini yaratmalıdır. Əgər onun məktəbi yaradırsa, mütləq o məktəbdə gənclərdən olmalıdır, gənclərdən ibarət olmalıdır. Əgər gənclər o məktəbdə yetişmirlərsə, o məktəbin davamı olmayacaq, gələcəyi də olmayacaqdır. Deməli, onun ideyaları müəyyən müddət olacaqdır. Yaxşı ideyalar da olsa, davamçı yoxdursa, o ideya ilə həmin vaxtda bitib gedəcəkdir. Məsələn, bizdə belə ənənə var, akademiyada da əvvəldə də olubdur, indi də vardı. Nəinki akademiyada, ümumiyyətlə, deməli, mən akademiya deyəndə eyni zamanda bütün elmi tədqiqat müəssisələrinin, mərkəzlərinin, çünki elmi tədqiqat mərkəzləri tək hüquqi cəhətdən tək akademiyada yox, eyni zamanda müəyyən nazirliklər, Elm və Təhsil Nazirliyinin, Kənd Təsərrüfat Nazirliyinin, Səhiyyə Nazirliyinin və sair nazirliklərinin nəzdində də elmi tədqiqat müəssisələri çoxdur. Onların hamısında da indinin özündə də, əvvəldə də elə gənclər həmişə çalışılıblar ki, müəyyən dövrdə yetişəndə və görəndə ki, o gənclər artıq sərbəst yaradıcılıq xüsusiyyətlərinə malikdirlər, onları mütləq irəli çəkirlər. İndi bu daha da aktualdır. Çünki indiki gənclik müasir dövrün qavranmasında, süni intellekti deməkdə, qavrayıb götürməkdə, istifadə eləməkdə yaşlı insanlardan, yaxşı alimlərdən daha çevikdilər. Ona görə o cəhətdən biz çalışırıq ki, həmişə gəncləri özümüzün sağlığında, özümüzün hələ elmi istiqamətlərə rəhbərlik etdiyimiz dövrdə gətirək elmi rəhbərlərə özümüzü əvəz eləsin. Biz də belə görmüşük. Məsələn, mənim bayaqsa adını çəkdiyim müəllimim, hələ mənim təzə işləyən vaxtlarında, deməli, o vaxt aspirant deyirlər, doktorant deyirlər. O dövrlərdə özü ilə müəyyən ezamiyyətləri aparırdı, konferansları aparırdı. Və o konferanslarda, o ezamiyyətlərdə mən çox şeylər öyrənirdim. Və mən də, biz də, və nəinki mən deməli, başqaları da istəyirlər ki, indi bunu eləsinlər. Bax, belə hərəkətlərlə gənclərə həmişə yol açırıq.
Məsələn, laboratoriyanın rəhbərliyi vəzifəsində biz həmişə çalışırıq ki, institutda. Deməli, mütləq öz sağlığında məktəbi hələ fəaliyyət göstərən dövrdə öz yetişdirmələrindən ibarət rəhbərlər təyin olunsun. Və bu istiqamət neçə illərdir aparılır. Onda artıq gənclər, deməli, elə bilinməsin ki, o gənclər elə belə fəaliyyətlə məşğul olur. Yox, müasir gənclik doğrudan da qibtə ediləcəyi bir gənclikdir, müasir gənclik. Çünki mən demirəm, başqa formada olanda gənclər var, ancaq əksəriyyət gənclər, ələlxüsusilə bizim Azərbaycanlı gəncləri mən deyərdim, doğrudan da çox sevindirici, belə onu söz gəlişi demirəm. Doğrudan da o qədər fərqləndirirdi ki, o qədər onların intellektual səviyyəsi yüksəkdir ki, bizim gənclər xarici elmi mərkəzlərə gedəndə hələ indiyə qədər olmur ki, onlardan bir narazılıq gəlsin ki, bunlar müəyyən funksiyanı yerinə yetirə bilmirlər. Arif müəllim, ümumiyyətlə xaricdə olan akademiyalarla bizim akademiya arasında, yəni hansı ölkələrlə əməkdaşlıq var? Əgər mən onları hamısı bir-bir sadalamağa başlasam, inanarsınız ki, müəyyən o qədər vaxt gedəcək ki, demək olar ki, dünyanın ən qabaqcıl akademiyaları ilə bizim akademiyanın arasında əlaqələrimiz vardır. Məsələn, ən sıx əməkdaşlıq elədiyiniz akademiya? Deməli, ən böyük elmi deməli, potensialın olduğu dövlətlərdən götürəndə Amerika Birləşmiş Ştatlarından, Yaponiyadan, indi Çin Xalq Respublikası Birləşmiş dəqiqə öz inkişafına görə, səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrinin də qabaqlar keçədə onlarla çox güclü əlaqələrimiz vardı. Rusiyanın Elmlər Akademiyasının institutları ilə keçmiş əlaqələrimiz, hansılar ki, indi bizim respublika üçün lazımdır, o əlaqələr hələ saxlanılıbdır və inkişaf etdirilir də indi də. Və deməli, bütün akademiyaları götürəndə qabaqcıl institutları ilə bizim var, əlaqələrimiz çoxdur. Eyni zamanda mən sizə deməliyəm ki, deməli, SSR dağılandan sonra bayaq qeyd etdiyim ki, beyin axınları başlayanda ən çox Azərbaycandan beyin axınları Türkiyə Respublikasına getmişdi bizim deməli, elmi əməkdaşlarımız bütün sahələrdə və onlar gedib Türkiyədə o vaxtı müəyyən qədər elmin yox, deyərdim, çox yüksək səviyyədə elmin inkişafına şərait yaratdılar, rol oynadılar orada. Məsələn, mən təkcə deyə bilərəm, elə bizim Fizika İnstitutundan çoxlu sayda ən qabaqcıl alimlərimiz o vaxt Türkiyə Respublikasına getdilər işləməyə. Türkiyədə, hətta İrana da gedənlər olmuşdu və başqa ölkələrdə. Ondan sonra, deməli, onlar Türkiyədə də əvvəl də əlaqələri vardı xarici. Dünyanın ən qabaqcıl ölkələri. Hətta Meksikada bizim nüvə tədqiqatları üzrə böyük alimlərimiz artıq indi də işləyirlər. Və bütün bunlar hamısı Azərbaycan elmi potensialının səviyyəsinin yüksək olmasını göstərir. Arif müəllim, sizə bir sual verəcəm. Yəqin ki, məni qınamarsınız bu suala görə. Siz Çinin adını çəkdiniz. Çin, Yaponiyanın özü, Amerikanın özü, yəni inkişafından da savayı ixtiralarına görə, yəni yeniliklərinə görə çox öndə gedən bir ölkələrdir. Maraqlıdır ki, harca 1-2 il bundan öncə idi, bir millət vəkili bir açıqlama vermişdi. Dedi ki, bizim akademiyada oturan alimlərimiz onun dili ilə desək, bir plasmas ruçka belə, bir plasmas qələm belə ixtira eləməyiblər. Bu fikir mənim beynimdə dolaşdı. Yəni, həqiqətənmi belədir? Bəlkə biz bilmirik, bəlkə biz görmürük. Bunu təbliğ eləmək lazımdır. Bilirsiniz, yəqin ki, burada biraz terminlərdə dolaşıqlıq var ki, ixtira nədir, kəşf nədir? Yəqin ki, o millət vəkili deyəndə onu demək istəyib ki, deməli, Azərbaycan da başqa dövlətlərdə olanlar kimi, məsələn, deyə bilər ki, niyə başqa dövlətlərdə, Çində və başqa Nobel mükafatları, laureatları var, bizdə yoxdur. Yəni, yüksək səviyyəni nəzərdə tutaraq belə bir fikri məncə ortaya qoyubdur. Bizdə, deməli, həm ixtiralar, həm deməli, böyük layihələr var. Məsələn, misal deyim, 1962-ci ildə deməli, o vaxtı SSR-də Leyli mükafatı almaq çox böyük bir prioritet mükafat hesab olunurdu və onun da doğrudan da səviyyəsi çox yüksəkdir. İlk dəfə olaraq bizim Azərbaycan neftçiləri, neftçi alimləri dənizdə neft çıxarmaq üzrə Leyli mükafatı almışlar. İlk dəfə dənizdə neft çıxardan bizim alimlər, bizim ixtiraslar olmuşdur. Və bütün bunlar hamısı onu göstərir ki, əgər dənizdə bizimkilər ilk dəfə dünyada neft çıxartmağa başlamışdılarsa, deməli, bunlar hamısı tək elə belə adi söz gəlişi deyildir. Burada deməli, elmin bütün sahələri öz deməli, beyinlərinin məhsullarını o layihəyə qoymuşdular.
Bilirsiniz, Azərbaycan alimlərinin də ixtiraları, deməli, mən başda dediyim kimi kəşfdir, ixtiradır, lahiyyədir, texnologiyalardır. Bunların hamısının müxtəlif dövrdə müxtəlif yanaşmaları vardı. Demək olmaz ki, bu termini bu işlədəndə bu kəşf olacaq. Hamısının dövrü var. Ancaq Azərbaycan alimləri müxtəlif deməli tədqiqat mərkəzlərində dünyanın işləyiblər və indi də işləyirlər. Azərbaycanın özündə də saysız hesabsız mən sizə misallar gətirə bilərəm ki, bu sahədə alimlərin əməklərinə verilən qiymətə görə olduğu nəticəni də qiymətləndirmək olar. Məsələn, bilirsiniz ki, Azərbaycanda elm sahəsində elm mükafatı alınıb, saysız hesabda dövlət mükafatları, SSR-nin Azərbaycanın dövlət mükafatları alınıbdır və elə əsas götürək bizim Azərbaycanın enerji təhlükəsizliyini. Azərbaycan Respublikası enerji təhlükəsizliyinin təmin olunmasında mən sizə məsuliyyətimlə deyə bilərəm ki, eyni zamanda Azərbaycan alimlərinin, Azərbaycan mühəndislərinin, Azərbaycan ixtiraçılarının, Azərbaycanın hətta götürərdim ki, fəhlə sinifinin, savadlı fəhlə sinifinin hesabına bunların hamısı öz başına gəlib çıxmışdır. Və indinin özündə də bilirsiniz ki, məsələn, Cənab Prezidentin böyük deməli səyləri nəticəsində Azərbaycanda baş tutan COP29 göstərdi ki, dünyanın ən qabaqcıl ölkələrinin dünyanın çağırışlarına cavab vermə səviyyəsinə görə Azərbaycan yüksək pillələrdən birinə gedir. Biz təbiətin qorunmasında, təbiətin indiki deməli iqlim şəraitində və deməli temperaturun artmasının saxlanılması üçün görülən işlərdə Azərbaycan ən öncə gedən respublikalardan, ölkələrdən biridir. Özdə mən deyə bilərəm ki, bu sahədə işlər heç indi başlanmamışdır. Hələ bunlar hamısı keçən əsrin ortalarında Ulu Öndər Heydər Əliyevin qardaşı akademik Həsən Əliyevin ilk çağırışları o dövrdən başlamışdı. Və o dövrdə hətta o deməli nəinki adi çağırışlar eləmişdi, hansı tədbirləri göstərməyi də açıq-aydın ortaya qoymuşdu. Onun nəticəsində o dövrdə SSR akademiyalarının içərisində ilk dəfə Azərbaycan Elmlər Akademiyasında təbiəti mühafizə üzrə komissiya yaradılmışdı. O komissiyanın da ilk sədri Həsən Əliyev olmuşdu. O dövrdən bu çağırışları artıq Azərbaycan görürdü, bilirdi. Və Azərbaycan öz ərazisinə görə, öz torpaqlarının, münbit torpaqlarının azlığına görə və s. görə təbiətin qorunmasını həmişə öncə görmüşdü. Azərbaycanda ilk qoruqlar yaradılanda başqa ölkələrdə o haqda fikirləşmirdilər heç. Arif müəllim, ümumiyyətlə, məsələn, digər ölkələrdə də görürük ki, məsələn, bu iqlim dəyişikliyi ilə bağlı istəyirəm bu sualı ünvanlayım. Bu yaxınlarda gördüm ki, hansısa bir okeandan belə kütləvi şəkildə balıqlar sahilə çıxıb, o qədər üzüldüm ki, amma o görüntüləri lentə alan adam o qədər sevinirdi ki, o qədər balıqların içində. Yəqin ki, o balıqların bu qədər əlçatan olduğuna görə sevinirdi, amma mən çox üzüldüm ki, əslində görün iqlim dəyişikliyi nə dərəcədə gedir ki, bu balıqlar kütləvi şəkildə sahilə çıxıblar ölmək üçün. Yəni, sonuc nə olacaq? O qədər mənə maraqlıdır ki. Artıq bilirsiniz ki, deməli, ilk dəfə 1992-ci ildə Braziliyada Rio de Janeiro şəhərində ki, bu iqlimlə əlaqədar məsələlər ortaya qoyuldu və o yığıncağın sonunda da belə bir şüar ortaya atdılar ki, biz son nəsil ola bilərik ki, kainatı qoruyaq. Əgər biz bu nəsil kainatı qoruyulmasa, deməli kainatın gələcəyi heç də ürək açan olmayacaqdır. Bilirsiniz, məsələn, indi qütblərdə buzların əriməsi nəticəsində bilirsiniz ki, planetdə nə çətin dəyişikliklər gedir. Hətta elə mərkəzlər var, elə alimlər var ki, belə bir versiyalar iləri qoyublar ki, doğrudan da bu belədir. Artıq yer kürəsinin fırlanmasında, sürülmə surətində ləngimələr olur. Ləngimələr başlayıbdır. Bilirsiniz, bunlar hamısı doğrudan da kainatda dedəm ki, qlobal dəyişikliklərlə bağlıdır. Və Azərbaycanda olan COP29-da isə Cənab Prezidentin son çıxışlarında göstərdi ki, yeni bir dövrün, yeni bir diplomatik yanaşmanın artıq ortaya qoyulması gəlib ortaya çıxıbdır. Çünki bu dövrdən sonra deməli ilk dəfə ən yaxşı müsbət nəticələr
Bakıdakı keçirilən o həmin konferansda ortaya qoyuldu ki, qabaqcıl ölkələr artıq sərmayələrin bu istiqamətə yönəltməlidirlər. Əgər bunları eləməsələr, kainatı qorumaq çətin olacaqdır. Kainatı qorumaq üçün həm öz deməli imkanlarını ortaya qoymalıdır. Doğrudan da kainatda elə dəyişir. Tək ki balıqlar deyil, onlar adi bir hadisə ola bilər. Müxtəlif şeylərdən də onu izah edəmiyorlar. Ancaq iş ondadır ki, əgər 40-cı, 50-ci, 70-ci illərə qədər temperaturun artmasını müəyyən səviyyə həddə saxlaya bilməsək və enerjini, yəni bütün əhalinin artması, enerjiyə tələbatının artması, enerji ilə tam təmin etmək üçün mümkün olmasa, əgər köhnə üsullar ortada qalsa, kainatı qorumaq çox çətin olur. Ona görə indi alimlər elə üsullara əl atırlar ki, məsələn, indi belə məsələ... Bir çox dövlətlər var ki, məsələn, razılaşırlar, amma əməl etmirlər. O zavodlardır, fabriklərdir. Yəni, onların istehsalı azaldılmalıdır. Yəni, təbiətə bu qədər zəhərli maddələrin axıdılması dayandırılmalıdır. Amma buna baxmayaraq, yəni, əslində fikirlə razılaşırlar, amma əməl etmirlər. Düzdür, elə şeylər var, bəzi ölkələr var ki, hətta qoşulurlar əvvəlcə sazişlərə, sonra da o sazişlərdən çıxırlar. Və bütün bunlar hamısı var. Ancaq onlar hamısı anlamalıdırlar ki, bizim planetimiz birdir. Əgər o demək olmaz ki, bu tərəfdə yaxşı olacaq, bu tərəfdə pis olacaqdır. Bunlar hamısı bir dənə kainatdır, bir bölümün altındadırlar. Deməli, əgər orada körlanırsa, bütün planet körlanacaqdır. Ona görə də hamısı gec-tez bunu anlamalıdırlar. Və ona görə də ancaq digər tərəfdən də mütləq deməli elmi ictimaiyyət, elmi cəmiyyət, bax deyirsiniz, kəşflər, ixtiralar, hamısı elə yönəlməlidir ki, gələcəkdə cəmaatın, millətin, xalqın enerjiya tələbatı ödənilə bilsin. İndi belədir ki, bir neçə saniyə hətta sizin elektrik enerjisinə tələbatınız kəsiləndə demək olar ki, həyat dayanır. Bütün bunların hamısı gələcəkdə çox. Ona görə də enerjinin müxtəlif növlərinin alınması, elə növlər ki, məsələn, nüvə enerjisi və yaxud da istilik nüvə enerjisi və s.lərin alınması, istifadə olunması və o enerjidən eyni zamanda səmərəli istifadə olunması, bunlar hamısı problemli məsələlərdir. İndi ictimaiyyətin, ölkələrin qarşısında duran ən aktual problemlərdən biridir. Ona görə də indi Azərbaycan dövləti bilirsiniz ki, yaşıl enerjiyə çox böyük üstünlük verilibdir. Azərbaycan 2030 gələcək inkişaf prioritetlərində bu istiqamətdə çox gözəl yazılıbdır. Azərbaycan bu istiqamətdə öz işlərinə davam etdi. Mən deyərdim ki, məsələn, bu dəqiqə energetika sahəsində Azərbaycanda elə layihələr həyata keçirilməkdədir ki, deməli, bəlkə də dünyanın ən qabaqcıl ölkələrində də o layihələr indi həyata keçirilmir. Arif müəllim, bu yaxınlarda bir neçə ay öncə 11-ci sinif uşaqları Amerikaya getdilər. Orada yer tutmuşdular, hətta mükafatlandırılmışdılar. Dünyada bir çox insanlar Alzheimer xəstəliyindən əziyyət çəkirlər. Və bu uşaqlar da bizim həmyerlərimiz, bizim gənclərimiz deməli Alzheimer xəstəliyinin müalicəsini tapıblar. Bu müalicənin bu üsuluyla da getdilər, yer tutub gəldilər. Əslində çox sevindim, çünki dünyada bir çox insanlar bu xəstəlikdən əziyyət çəkir və bunun müalicəsi yox idi dünyada. Və mən çox sevindim ki, bizim uşaqlar, yəni 11-ci sinif uşaqları belə böyük bir nailiyyət əldə ediblər. Bu əlbəttə çox sevindirici haldır. Çünki Azərbaycanlı övladlarımızın gedib Amerikada, istəyir hansı bir ölkədə öz deməli baxışlarını, öz işləyib hazırladıqları elmi nəticələri ortaya qoyublar və o da qəbul olunursa, bu çox əlamətlər asır. Mən bayaq sizə dedim ki, Azərbaycan övladlarımız doğrudan da çox istedadlıdır. Məsələn, dünyanın bu dəqiqə hansı qabaqcıl elmi tədqiqat institutlarına və yaxud da müəyyən müəssisələrinə gedəndə Azərbaycanlı gənclər özlərinə çox yüksək vəzifələr tuturlar orada. Ən qabaqcıl şirkətlərdə artıq bizim gənclərimiz. Belə bir hadisə bizim hamımızı sevindirməlidir. Düzdür, bu müalicənin indi gələcəkdə hansı, nə qədər xeyir verəcək, nə qədər qəbul olunacaq, o da məsələnin ikinci tərəfi, ən əsas tərəfi odur ki, həmən müsabiqədə Azərbaycanın layihəsi qəbul olundu. Eyni zamanda deməli bu gəncləri
gələcək üçün hazırlamaq üçün əlavə bir stimul verir bunlara. Bu özü böyük şeydir. Eyni zamanda digər ora gedə bilməyən gənclər, hansı ki, hamının layihəsi keçməmişdi axı getslər. Onlar da görəcəklər ki, bu yaxşıdır, gələcəkdə daha da yaxşı, həvəslə işləyəcəklər. Ancaq, məsələn, mən misal deyim ki, bu yaxınlarda mən onu oxudum. Bir vaxt 15 yaşında bir Azərbaycan gənci, deməli, tibb institutuna qəbul olmaq istəyirmiş, onu qəbul eləmirmişlər. Onlar Heydər Əliyevə o vaxt müraciət ediblər. Heydər Əliyev onu instituta qəbul olunması üçün tövsiyə verib və tibb institutuna qəbul olunubdur o vaxt. Və indi sonra belə bir sual vermişlər, onun aqibəti nə oldu o gəncin və sonradan gedib inkişaf eləyə bildi, nə yer tuta bildi. Məlum oldu ki, artıq o tibb bilimləri sahəsində professordur. Amerikanın ən qabaqcıl klinikaların birində də öz fəaliyyətini davam etdirir. Görürsün, nə qədər əlamətlər hadisədir. Bunların hamısı, bu deməli, belə Azərbaycanlı gənclərin haqqında belə şeyləri eşidəndə, inanın ki, biz yaşlı nəsil, ola bilsin gənclərdən də çox sevinirik. Çünki belə nəticələri həmişə elmdə hər hansı bir nəticə, istəyir müsbət nəticə olsun, istəyir mənfi nəticə olsun, nəticədir, sevindirici haldır. Elmdə mənfi nəticə ola bilmir. Əgər mənfi nəticədirsə, onu biz gələcəkdə deməli, o artıq bilir ki, bu mənfidir. Bundan istifadə eləməyəcək. Və onun da öz istifadə vaxtı çatanda istifadə olunacaqdır. Müsbət nəticə isə başqa. Təxminən bir neçə il öncə akademiyaya gəlmişdim. Gördüm, qapıda iri hərflərlə yazıblar ki, akademiyaya uşaq gətirmək olmaz. o yazı dururmu orada? Yox, bilmirəm, siz akademiyanın hansı təşkilatına getmişsiniz o vaxtda? Bilirsiniz, akademiyada... Elmlərdə olan. Əsas binaya, Elmlər Akademiyasında, elə bir institut var ki, elə bir laboratoriya var ki, aydın məsələdir ki, ora nəinki uşaqları gətirmək olmaz, eyni zamanda müəyyən hazırlıqlı olmayan adamları da o laboratoriya işinə buraxmaq olmaz. Çünki həm zərərli işlərlə olanlar var, müəyyən laboratoriya şəraitində müəyyən xətərlər yetişə bilər. Çünki uşaqlar o bilməyə başqa gedib toxunarlar, kimikatları və s. Ancaq institutlarda həmişə akademiyanın özündə də müəyyən dövrlərdə açıq qapı günləri olur. Biz gəncləri, uşaqları orta məktəbdən də dəvət edirik, tez-tez onlara göstəririk laboratoriyaları, elmi tədqiqatın aparılma texnologiyalarının ki, necə tədqiqat aparılır, kitabxanalarımızı göstəririk. Hətta elə olur ki, onların rəsm sərgilərində indi bizim akademiyada tez-tez təşkil olunur və s. Akademiyada nəsillərin savaşı necə? Bütün sahələrdə olur da nəsillərin savaşı. Sizdə, məsələn, yeni gələn insanlarla necə qəbul edirlərmi, yoxsa sizə də gəlib çatırmı belə? Ola bilsin ki, kənardan baxanda bəzi hadisələri savaş kimi qiymətləndirə bilirlər. Ancaq elmi yaradıcılıqda, elmi diskusiyalar həmişə gedib indi gedəcəkdir. Bilirsiniz, müəyyən bir işi tənqid eləmək və yaxud da o işə göstərmək ki, bu işi daha yaxşı eləmək üçün nələr eləməkdir. Bəzilər onu mənfi yanaşma kimi də qəbul edə bilərlər, müsbət yanaşma kimi də. Ancaq elmdə savaşma, əgər əsl elmlə məşğul olan insanlar heç bir şeyi savaşma kimi qəbul etmirlər. Biz həmişə tənqidə müsbət baxırıq. Niyə? Ancaq elmi tədqiqat tənqidində də başqa aydın məsələdir ki, başqa şeylərdən söhbət edə bilməz. Çünki həmişə verilən tənqidlər, verilən yanaşmalar işin yaxşı tərəfə getməsi üçündür. Bilirsiniz ki, elmin təhlükəsizliyin kontekstine baxanda, konsepsiyasına baxanda, orada elmin bir dənə yaşaması üçün, inkişaf etməsi üçün mühit sözü var. Yəni, elmi mühitin yaradılması. Elmi mühit odur ki, elmi mühitdə deməli, müəyyən qədər o ixtisasın adamları, elm adamları toplaşıb bir yerdə elmi nəticələri müzakirə edirlər. Onlar öz bugünkü işlərini ortaya qoyurlar və gələcək işlərini müəyyənləşdirirlər. Bilirsiniz ki, elmi baxış elədir ki, elmi baxış gələcəyin 5-10 ilin götürmür. Mütləq lap uzaq gələcəyə də götürməlidir. Bilirsiniz ki, indi artıq dünya ictimaiyyəti, dünya elm, böyük qabaqcıl ölkələr, hansıların ki, imkanları var, artıq onlar kainatımızdan kənarda başqa kainatlar öyrənə başladılar.
günəşi öyrənməyə başlayıblar və günəş enerjisinə bənzər yerdə deməli isti nüvə reaktorları yaratmaq istəyirlər ki, günəş enerjisindən uyğun enerji almağa yerdə və hətta planetlərə onların göndərdiyi süni peklər nəticəsində deməli aparatlar nəticəsində onların deməli quruluşları öyrənilir. Onların atmosferi öyrənilir. Son zamanlar mən daha çox Marsla bağlı videolara baxıram. Nəinki, yayılır. bəli, Marsla da bağlı şeylər var, başqa planetlərlə də var. Hətta birdən görürsünüz, tez-tez xəbərlər çıxır, yeni planetlər də kəşf olunur və yaxud da əvvəllə proqnoz olunmuşdu, tapılmamışdı, indi tapılırdı. Hələ düzdür, hələ elə bir planet yoxdur ki, orada həyat tapılsın. Ancaq buna oxşar hansı həyat əlaməti olan elementlərin tapılmasının özü də irəliləyiş bir addımdır ki, nə olubdur. O planetlər neçə milyard illərdə hansı dəyişmələrə düşər olublar və s. Bütün bunlar hamısı hətta indiki bizim yerdəki elmi